Biz əziz izləyicilər işimizi qurtardıq. İndi isə birinci videoda baxarsınız, ikinci videoda baxarsınız. Və indi isə boilerimizin içərisinin ərkini təmizləyirik. Tutuluqdur. Gördüyünüz kimi hələ çıxır. Bu bir hissəsidir. İndi isə əsas buradadır. Görürsünüz. İçərisində doludur. Buna bax. Təmizlənməlidir. Bax, görürsünüz. At çöp değil mi? At çöp nədir? Götür sementlə qarışdır, stiyajka ver. Dəyişət. Ne görsen? İçərisini çək. Suda. Suda tam o sıfır aldı görsən. Yuxarı biraz qaldı. Telefonu görsən var. Sıfır aldı. Görsən var. Uçurdu. Bax o borunun içindən su sirkulyası olur. Onun da içərisindəki suyu qızdırır. Görürsünüz, bax oradaydı. İndi isə çəkilmişi çək. Biraz çıxardım bunları. Sol altası olur da bu. Ben bana yaxşı işləyim. Verək qızım. Qızırdı bir 80 göstərdi. Biraz atacaq su. Bir balaca yek olsaydı yaxşı olardı. Doludur. Sonra deyirlər niyə işləmir. Budur da. Hardan işləsin? Tam getmir o tərəfə. Görmüşdün belə şey? Bu yazıq gözəsə də yaxşıymış. Olacaq qapqayla vereyim. Ne bağlı? Böyüce ot kimi. Hele. Yarısız. Ne kadardı? Ariston da belədir. Bak Ariston da vaxtında təmizlənərsən ki, ərklənib teni yanmasın, sıradan çıxmasın.
Harrison videosu da var da Var, paylaşmışlar. əlbəttə ki, var, orada var. İndi bilməyənlərə aid üçün, yəni bilsinlər ki, belə bir şey də var da, yəni hafif işləri sıradan çıxmasın. Bir balaca yerini yekə qoymuşlar ki, əlin rahat hərəkət eləsin. Oh, qırmaq olmur. Ay. Dəyişə çıxır. Burada da çəki əzizləyicilər gördüyünüz kimi bu tərəfə gedən xəttimizdir. Ventilini qoymuşam. Daha burada da adlı razı ventillər o burada qoymuşdum. 2 dənə ventil açılıb bağlanırdı, amma heç bir reaksiya yox idi. Var idi. İndi görürsünüz, bax filtrdir və ventilidir. Nə vaxt istədin aç bağla, dəyişməkdəkin yenə də problem yoxdur. Burada da onu kimi, indi tam işi belə deyək də, müdaxilə eləyə bilmirəm. Çünki sıfırdan bu işi mən çəkməmişəm. Ona görə, yəni, əlimizdən gələn qədər sərgəli elədik ki, bu sərgəli görsənsin. Bax, budur, görürsünüz. Bütün elə bura indi videoda görəşdə birinci videosunda. Çox bərbad haldaydı. Hələ bunu bu vəziyyətə gətirib çıxartmışıq. Onun özü böyük bir işdir. Çox pis gündə yığmışlar, həddindən artıq. Bir də ki, soyuq suyun girişində də genişlənmə çəni olmalıdır. O da yoxdur. Qoymayıblar. Eləcə avtomatik hava purjoru qoyublar, qutardı getdi. O da olmalıdır ki, boiler şişməsin. Onun təzyiqini nizamlayan, bax, odur. 50 kilovatlıqdır kombimiz, Roberlo'dur və əlavə devriyə motor da var idi, onu da qoydum ki, qoy ziyanı yoxdur. Qoy işləsin. Bu da ki, bizim 40 kilovatlıq olanda boilerimiz və burada bir radiatordur, bir də istipoldur. Onları siləcəkdir. Bu qədər əzizləyicilər, gördüyünüz kimi yəni baxıb rəylərdə yazarsınız, görərik ki, yəni yaxşı yazırsınız, yoxsa pis yazırsınız. Gördüyümüz əndişlərimizə qiymət verəsiniz. Boilerin içindən hələ var yenə də, indi onun içərisindən də çıxarılacaqdır, təmiz, hamısı çoxdur, əl hələ tam getmir, qabaq indi belə xərid olsa, çətinliklə də olsa təmizləməliyik məcburan. Təmizləyib qutarmalıyıq. Borun üstü də bağlayıbdır, onu da təmizləyik ki, silmə yaxşı olsun. Getmirik. Biraz yerini yekə qoymayıblar ki. O tərəfdə var da. Bak. Düştü bura bir tane kocaman. Şöyle tutamladım. Hareket olmuyor bunu. Benim alanım yeni geç olsaydı. Bak şu var.
İnşallah bunun yerde kalan videosundaki içini yumaq ayaz. Hə, Onu da çekip paylaşarlar hə. görenler. Yani sonra demesinler de belki de özümüz tökmüşüz o kadar qum olur. Yox. İşim gücüm qutarıb indi gəlib bollerin içinə hardan alıram bu boyda ərfi mən? Çöldən çay daşıya doldurasan ərpdir. Gözlə görünür ki, ərpdir bu. Budur. Belə çay daşı olur, ya qum olur. Ərpdir. Göz görür ki. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarda paylaşana qədər sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. İnşallah qarşıda maraqlı videolar var. İzləyin və görün, rəylərinizi də gözləyirəm. Sağ olun, hələlik bu qədər.